Selamun aleyküm. Bayramdan sonra, Ramazan bayramımızdan sonra ilk dəfədir sizlə görüşürük. Elə mövzu da elə aşağı yuxarı uzunluğa eninə İslam dini olacaq yenə. Niyə? Yəni biz elə belə bunu etmirik. Yəni biz ruhani deyilik, biz teoloq deyilik. Mən özümü İslamda İslam məsələsində İslam bir okeandır və mən orada özümü çox savadsız bir adam sayıram. Mən durum burada heç kəsə uzaq başa nacizane şəkildə bir öz fikirlərimi deyərəm bu hadisələrə və s. və cərəyan edən hadisələrə bir müsəlman olaraq. Buradan bir siyasətçiyəm, amma ilk olaraq biz bir müsəlmanıq. Bu Ramazanda əsasən bu bizi düşündürdü. Bu Ramazan boyu bizim müxtəlif sürprizlər bizim qabağımıza çıxdı. Sən demə hicab geyinməz məktəbləri olmaz. Sən demə hicab psixologiyaya təsir edə bilər. Elə bir qanunda ərsəyə gətirdilər. Sən demə Ramazanda uşaqlar oruç tuta bilməz. Sonra da gəldi sən demə. Sonra da gəldi sən demə məsəl üçün bayram namazında Göy Meçiddə 18 yaşdan aşağı uşaqlar buraxılmadı. Bizim dostumuz uşaqları ilə buraxılmadı. Bu uşaqlar elə bir ki, bu ancaq elə bizim uşaqlarımızın sən demə bir tərbiyəsi İslam dini üzərində ki, bizim uşaqlarımız belə çox yüksək səviyyədə tərbiyə olunur. Bəlkə əladır uşaqlarımızda bu uşaq siyasətimizdə. Bir yana bu İslamdır da, bu biz nətər eləyək? Bu otur, amma sonra da ortaya çıxır, deyirsən ki, bu hicab məsəl üçün bu psixologiya təsir edir. Hansı məktəb direktorları deyir ki, olmaz bizə yuxarıdan göstəriş gəlib gedin kimə şikayət edin və s. Sonra məlum oldu ki, Azərbaycanda bir Yahudi məktəbi var. Oradan uşaqlar, kipalar var, Yahudilər belə yenə orada dərs oxuyurlar. Onları heç kəs demir. Orada heç kəs demir ki, kipa məsəl üçün uşağın psixologiyasına təsir edə bilər. Amma hicab nədənsə uşağın psixologiyasına təsir edir. Yəni ki, burada hərdən mənə sual verirlər ki, axı bu niyə belə olur? Axı bir Yahudi məktəbində rahat şəkildə Azərbaycanda fəaliyyət göstərən bu qədər müsəlman uşaqları bu problemlər görürlər Azərbaycanın müxtəlif şəhərlərində, istər Bakıda olsun, istər regionlarda olsun. Bu cavabı çox sadədir. Yəni burada mən şəxsən təəccüblənmirəm. Niyə? Mən bəlkə bir çoxların yadına bir neçə il bundan qabaq bizdə Qubada Qırmızı Sloboda, Qırmızı qəsəbə var. Səhv eləmirəmsə müstəqilliyin əvvəllərində o qəsəbənin adı Fətəli qəsəbəsi, adı Fətəli qəsəbəsinə dəyişilmişdi. Sonra təzədən onu Qırmızı Sloboda elədilər. Səhv eləmirəm Quba xanı Fətəli xanın şərəfinə uyğun olaraq, səhv eləmirəm. Sonra təzədən kommunistlərin dövründə o Qırmızı Sloboda elədilər. Və həmin o Qırmızı Slobodada sinagogda bir neçə il bundan qabaq bir şəkil qabağıma çıxdı. Bu sosial mediada bu paylaşılmışdı. Bilirsiniz də Yahudi əsilli Rus Azərbaycan milyarderi var, God Nisanov. Əsən Qubalıdır, səhv eləmirəmsə. Amma qısası orada da sinagogda deyəsən normal oldu. Yox, Yahudi sinagoga gedir. Mən işə demirəm. Mən orada God Nisanovun sinagoga getdiyinə görə demirəm. Yanında kimləri görsək yaxşıdır. O məştibata deyir. Kimi görsəm yaxşıdır. Ayıldım, gördüm, fırlandım, gördüm kimi görsəm yaxşıdır. Bir qodun bir yanında bizim Müdafiə Nazirimiz Zakir Həsənov. Digər də yanında o vaxt ki bizim Daxili İşlər Nazirimiz Ramil Usubov. Və bunlar nəinki sinagogda qodun yanında, bunlar üstündə başlarında kipa ikisinin də. Yəni bu illərdə Ramil Usubov yalan olmasın 20 ilə yaxın Daxili İşlər Naziri oldu. Onun ümumiyyətlə Ramil Usubovu məsciddə görən oldu mu indiyə qədər? İndi də vəzifəsi var da prezident katibliyindədir. Və ondan sonra görən olub ki bir dəfə də. Və yaxud da Zakir Həsənov indi Müdafiə Naziri neçə il. Amma görürsünüz kipada heç məscidə getmək yox. Heç məscid papağını ümumiyyətlə məscidə gedib bir müsəlman papağı giyinsin. Onu qoruyur. Məscidə dəymələrini görmüsünüz? Yox. Amma kipada özü elə belə sinagog getmirlər kipada. Yəni nə demək? Buna görə Azərbaycanda bu normaldır, təbiidir. Azərbaycanda Ramazan ayında muzey, məscid muzeyə çevrilə bilər. Yəni bu bilirsiniz bu həm də sataşmaqdır. Yəni bəs Ramazanda bax bunlar edir. Bax hicab problemləri yaradır. Uşaqları gözü yaşlı görür, qoyuruq. Bəs bayram namazında uşaqları qoymuruq 18-dən o yana. Valideyn məcbur olur, namaz qıla bilmir. Uşaqların gözü yaşlı qalır. Məs Ramazanda məscid muzey edilir. Məsəl üçün Sikən muzeyi,
Sonra da utanmaz sonra deyir ki, yox, burada namaz qılmaq olar. Kimsə gəlib namaz qılır. Adam da mən muzeydə necə namaz qılım? Məsələn, mənim yolum düşdüm ora. Mən orada namaz necə qılacağam? Ümumiyyətlə orada mənə imkan verərlərmi namaz qılmaq? Və bu məhz bilirsiz Ramazanda edilir. Yəni Ramazanda bu sataşmaqdır. Yəni bunun başqa cürəsi yoxdur. Və bütün bunları nəyə gətirirəm mən? Və bu heç də yaxşı şey deyil. Biz bu haqda danışmışıq. Yəni bu haqda bu heç də yaxşı şey deyil və bəziləri də bunu milli müstəviyə çevirir. Məsələn, məscidin muzeyə çevrilməsi yox, məscid filan addaydı. Ona görə o muzeyə çevrilib. Artıq milli müstəviyə salmaq istəyir. Və bunu ən azı bunu eləyənlər bunu gərək anlamalıydılar. Amma görünür, mən nə deyim, İsrailin təsiri burada o qədər güclüdür və yaxud da bizim hakimiyyətimiz o qədər İslamdan uzaqlaşıb və yaxud da hər ikisidir və yaxud da kimsə bizim hökuməti, kimsə birlikdən hökumətdə fitnə fəsadla məşğuldur, daxildənmi, xaricdənmi, amma fakt ortadadır. Hamısı son bir ayda başımıza gələn Ramazan ayında olan hadisələrdir. Və bütün də bu müstəvidə çocuqlar, güya çocuqların müdafiəsi, namaz, hicab, oruc. Onda yaxşı sual çıxır. Əgər biz belə çocuqlarımızı belə qayğısına qalırsa, onda eynən də kipada, məktəbə kipa ilə niyə gedir ki çocuğumuz? İndi o Yahudi deyə o kipa ilə gedə bilər, bu müsəlman deyə bu hicabla gedə bilməz. İndi biz özümüzü müsəlman ölkəsi niyə adlandırırıq? Qeyri-müsəlman ölkələrində belə uşaqlar hicabla gedirlər. Hələ mən pasportda hicab şəklində demirəm, rahat şəkildə çəkdirirlər. Bu yaxınlarda Rusiyada artıq bu qanun qəbul edildi. Hicab şəklində pasportda şəkil çəkdirmək olacaq. Amma Azərbaycanda hələ də bu qanun işləmir. Bu qanun yoxdur. Bunu deyəsən fikirlər də yoxdur bu qanunu qəbul etsinlər. Və yaxud İspaniyanın baş naziri deyir ki, artıq qanun qəbul etməsi Quran təhqiri olunsa, o adama cinayət işi açılacaq İspaniyada, Katolik Xristian İspaniyada, Reconquista İspaniyasında, nə bilim, vaxtı ikən dini, yəni xristian fanatizmin mərkəzi olan İspaniyada bu İslam müdafiə bu cür qanunlar qəbul edilir. Amma Azərbaycanda məsələn illərdir din, Quran təhqir olunur, məsəl üçün müsəlmanlar təhqir olunur, Kəbə təhqir olunur, Muhammed sallallahu əleyhi və səlləm sevgili əfəndimiz təhqir olunur və bu normaldır. Bunu heç kəs heç nə demir. Nəsə bir hakimiyyətə qarşı nəsə şey deyirsən, o sən çıxarılıb polis bölməsinə başın aşağı səhərçikin üzr istəyirsən. Minimum. Hələ mən sutkalıqları cinayət işi deyirəm, cinayət işlərini deyirəm. Amma İslam'a gələndə heç nə. Hələ bir qurbağa gölünə daş atılıb. Və sonunda da deyim bu və heç də Azərbaycanda qanunda o qanun var, dinlərin təhqir edilməsi. Amma İslam o qanunu eşitmir. İslam 20 ildir təhqir edilir müsəlmanlar və bir nəfərə təhqir olunur, indiyə qədər cəzasını çəkib. Siz mənə bir nəfəri göstərin ki, bu ölkədə müsəlmanların dini inancını təhqir edib, İslamı təhqir edib, onun peyğəmbərini təhqir edib, Allahı təhqir edib və bir dənə də olsun heç olmasa bir üzr diləyib. Yox, elə şey yoxdur. Heç polis, xüsusi xidmət orqanlarının ümumiyyətlə heç onun vecinə deyil elə bir hadisələr. Halbuki hamısı da nəzarətdə saxlayırlar və görürlər də, bilirlər də, amma etmirlər. Amma sözdə bizdə axı din tolerantlıq var. Var ya, amma bu müsəlmana, İslama aid deyil, başqa dinlərə aiddir. Mənim yadımda da biz tələbə idik, başımızı çox ağrıdıram. Amma danışım da o boş-boş adamlara qulaq asmaqdansa biraz da bəlkə də maraqsız bir adama qulaq asın, amma maraqlı və söhbət edən bir adama qulaq asın. Mənim yadımda da biz o vaxt tələbə idik. Yəni dini inanclarımıza görə hələ oradan bir tük çıxırdı, oradan bir tük çıxırdı, buradan bir tük çıxırdı, saqqal saxlayırdıq. Mən də belə metroya düşdüm, oradan bir polis məni saxladı, Əhmədi metrosunda. Saldı məni içəri. Biz sizi sona qədər sizi bitirəcəyik, biz mənə belə şey dedik. Təbii ki, sonra mən oradan çıxdım. Həmin də polis təqaüddə hərdən görəm onu. İstəyirəm bir dəfə onu tutum deyim, yadındadır. Nə oldu be, bitirirdin, kimi bitirdin? Əlhəmdülillah, mən yenə həmən əhədəm. Hə, nə deyirəm? Həmən o məqamda bu saqqal saxlamaq rayonlarda da məşhur olmuşdu, saqqal qırxdırmaq və s. müsəlmanların. Amma həmən o dönəmdə mən Fransa səfirliyinin qarşısında şəhərin mərkəzində göbəydi. Bir Krişnaat gördüm, bu boyda kitabı ilə. Kitabını rahat şeydi, yanında da polis durmuşdu. Belə kitabını dəvət edələ mənə də bir yaxınlaşdı və polis isə deyim, ona bir söz dedi mi? Yox.
İndi siz təsəvvür edin, bir müsəlman əlində Quran elə şey eləyə bilərmi? Şəhərin mərkəzini qoyuram. Günəşçidə elə şey eləyə bilməz. 5 dəqiqədən, 10 dəqiqədən sonra lazımi adamlar zəng edib xəbər eləyəcək ki, gəlin bunu tutun. Hə, yəni və sonda deyim, bu indi uşaqlarımızın tərbiyəsi bu. İndi bizdə bilirsiniz, indi biz Ramazan qeyd edirik. Biz əlhəmdülillah müsəlmanıq. Kimlərsə indi özünü müsəlman adlandırıb digər bayramlarda qeyd edir. Mən deyə bilirəm, Azərbaycanda bir çox bayramlar var, onların içində dövlət bayramları da var. Deyə biliriz, biz sekulyar ölkə. O yəni bəndə özünüz bilir ki, hər kəs öz bayramını, yəni ki, qeyd etməyə özgürdür, amma hər kəs də sonra Allahın qarşısından da cavab verəcək. Ondan artıq özgür olmayacaq. Onu da təbii öləndən sonra biləcək hər kəs. Hə, indi hər şeyi mübahisə etmək olar. Mübahisələndirmək olar. Mən ondan deyirəm, yenə də mübahisələndirə kim nə qədər istəyir eləyə bilərlər. Yenə də biz də mübahisələndirə bilərlər. Biz kimik ki, bu da peyğəmbərləri mübahisələndiriblər. Amma yaxşı, bu namaz qılmaq 18 yaşdan olmaz. Hicab giyinmək 18 yaşdan olmaz. Məktəbə gəlmək olmaz. Amma yaxşı, bu digər bayramlarda niyə balaca uşaqları məsəl üçün geyindirirsiniz müxtəlif geyimlərə? Digər biz qeyd edən bayramlarda istər Novruz olsun, istər yeni olsun, istər Halloween olsun, rəsmi, qeyri-rəsmi. Onda niyə yaxşı? Onlar da bir ideologiyadır da. Novruz da bir nə qədər də fırlatsanız da, malalasınız da xeyri yoxdur. Bu Zoroastrizmdir, atəşpərəstlikdir. Yəni ki, o da bir dindir, dini inancdır və o dindən doğulan bir bayram. Nə qədər fırlatsansa, yox, indi elə deyil, biz elə eləmirik, biz nə bilim, baharın qaydışını qəbul edirəm, bayram edirəm, özünüz bilərsiniz. Amma bu budur, Zoroastrizmdir. Yaxşı, bu Zoroastrizmin kökəndən çıxan bayramda da balaca uşaqlarımızı geyindirirsiniz, məktəbdə şənliklər keçirir. Bu psixologiya təsir eləmir. O necə olur? Və yaxud da yeni ildə eynən xristianlığın bayramı olan, orada da eynən Sinqoriçka, qarqız, qarqızı geyindirirsiniz uşaqlarımızı. Belə mini yubkada geyindir, yanında da bir saqqallı kişi. Burada müsəlmanların saqqalını qırxırlar, orada bir yekə biri o. Bir saqqallı, ağ saqqallı kişilərlə bir yerdə. Hə. Yəni bu olar, bu da ideologiyadır, yeni də ideologiyadır. Və yaxud da Halloween, o da iblisin ideologiyası. Onda da uşaqlarımız, valideynlər uşaqlarını geyindirirlər, saçlarını, başlarını, üzü yazırlar, neynirlər, o da eynən. Yəni bu psixologiyadırsa, bu köpək olub bu psixologiyası hamısını eləyin də. Nə olur, bu müsəlmana gələndə psixologiya başladı ortaya atılmağa. Təbii ki, elə deyil. Dava İslamlandır. Çünki bu gedonist, Epstein dünyasında, bu materialist dünyada yeganə ona alternativ bir ideologiya İslamdır. Çünki digər ideologiyalar hamı sıradan çıxıb. Kilsə də sıradan çıxıb, sinagog da, axırıncı Roma papası eyni cinslərə, yəni eş cinslərə kilsədə evlənmək icazəsi verdi. Yəni bu hamısı sıradan çıxıb, bir İslam qaldı. Və bu İslam ideologiyasına savaş gedir. Ona görə bizdə də təəssüf olsun, görsün ki, o Epstein, gedonist ideologiyasının tərəfdarları bax belə müsəlmanlara əngəllər törətməyə başlayırlar. Amma vallah uduzacaqsınız. Billah uduzacaqsınız. Xeyri yoxdur. Müsəlmanlara uduzacaqsınız.